Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahuhu kavli. Hörmətli qardaşlar, cümə gününüz mübarək olsun. Uca Allah bugün ettiğimiz, edeceğimiz ibadetleri inşallah dergâh-ı izzetinde bir kabulün hasenin sirriyle kabul eylesin. Bilirsiniz, yani Allah-u Teala bazı günleri bazı günlere üstün tutar, bazı saatlara üstün tutar, bazı dəqiqələr içerisinde daha önemli, daha değerli kılar. Cümə günü də digər günlərdən fəzilətli olduğunu hədis şəriflərdən Həzrət Peyğəmbər sallallahu teala aleyhi və səlləmin tətbiqatından bilirik ki, yani bir hədis şərifdə nə buyurulur? Cümə günü ilk məscidə gələn kimsə bir dəvə kəsib paylamış qədər savab alar. Sonra gələn bir inək kəsib paylamış qədər savab alar. Sonra gələn bir qoyun kəsib paylamış qədər savab alar. Sonra gələn bir xoruz, bir toyuq, sonra gələndə bir yumurta paylamış qədər, sədəqə təsəddüq etmiş qədər savab alar. İnşallah bugün edeceğimiz duaları Allah-u Teala, edeceğimiz ibadetleri de güzel bir şekilde birbirimize edeceğimiz duaları da inşallah kabul eder. Muhterem kardeşler, o dualarda söylenir ya, elhamdülillahillezî alel iman, yani Allah'ı bize imanı nasip ettiği için Allah'a sonsuz şükürler olsun, həmdü sənalar olsun. Həqiqətən də bu belədir. Yani indi bunu her yerde, getdiyimiz yerlerde söyleyirik. Yani biz, o söylenir ki bir insanoğlu, yani Allah hesaba çəkəcək olsa bir gözün hesabını verebilmez. Yine insan olarak yaradılmanın da şükrü əda edilebilmez muhterem kardeşler. Həqiqətən biz ona varlıq mərtəbəsi deyirik. Varlıq mərtəbəsini əxlaq elmində 4 hissəyə ayrılırıq. Birincisi cəmadat, ikincisi nəbatat, üçüncüsü heyvanat və dördüncüsü də bəşəriyyət dediyimiz insanlar mərtəbəsi. Və bu mərtəbələr hər biri digərinə öz arasında üstünlük təşkilləyir. Cəmadat dediyimiz bu cansız, tərpənməyən daşlar, torpaq kimi. Nəbatət dediyimiz ağac kimi böyüyən, yani daşlar məsələn böyümez, biri digərindən üstündür. Və heyvan dediğimiz, heyvanlar alemi dediğimiz canlılara, yani insana da en çok yakın olan, birçok yönden benzeyen, yani heyvanlar mərtəbəsi ki, bunlar yeyərlər, içərlər, çoxalarlar və nəticədə və varlıq mərtəbəsinin en son mərtəbəsi, dördüncü mərtəbə dediyimiz insanlıq mərtəbəsi. Burada kimsə iddia edebilmez ki, yani mən dünyaya insan olarak öz tercihimlə gəldim diyebilmez. Bir anda gözümüzü açtık ve dünya deyilən, dünyada özümüzü gördük. Yani Allah-u Teala bizi bir ilan olarak veya da bir ağac olarak yaratsaydı, kimsənin itirazı olabilmezdi. Ama sonsuz həmdü sənalar olsun ki, Allah-u Teala bizi insanlar olarak yarattı. İnsan olarak xəlq elədi və Quran-ı Kərimin çox Bismillahirrahmanirrahim və laqad xalaqnal insana fi ahsani taqvim və laqad kerramna bani Adem. Biz insanoğlunu en güzel şekilde yarattık. Və laqad kerramna bani Adem. Biz insanoğlunu mükərrəm, en güzel varlık etdik şəklində bir çox ayələr var.
Ona görə də insan olmaq şərəfinə nail olmaq, təbii ki, hər kəsə, insan olmaq da başqa bir şeydir, möhtərəm qardaşlar. Yəni, əslində, bəşərlə insan arasında fərq var. Bəşər demək, yəni, sudan və torpaqdan yaradılan deməkdir. İnsan olmaq üçün əmək lazımdır. O deyirlər, güclü-güclüsüz insan yoxdur. Kamil insan var, cahil insan var. Söylənilir. Yəni, biz də bu dəqiqə, yəni, ibadət etməyimizin səbəbi nədir? Öz, yəni, kamilləşmə üçün. Yəni, həqiqətən də, yəni, insanoğlu dünyaya göndərildi. Yəni, bir anda dünyaya gəldi və bu dünyaya məna verməyə çalışır. Kim göndərdi bizi? Və nə üçün göndərdi? Bu sualları soruşur. Bu sualları insandan başqa heç bir varlıq soruşmaz, möhtərəm qardaşlar. Yəni, insandan başqa bu dünyaya kim göndərdi, nə üçün göndərdi? Ona görə də, yəni, Peyğəmbərlər tam bu sualın cavabını vermək üçün gəlirlər. Yəni, Peyğəmbərlər tam bu sualların cavabını ki, yəni, insanoğlu həqiqətən də dünyaya gözümüzü açdığımız zaman biz görürük ki, yemək var, içmək var, nə bilim, nəsil var, o var, bu var, cürbəcür ləzzətlər var, gəzmək var, o var, bu var. Amma baxırsan ki, o Nizam Gəncəvin bir şeirində nə deyir? Nə yemək, nə içmək, həyatın mənası olmasın gərək. Və insanoğlunun hər zaman bu həyat nə üçündür? Kim bunu yaradıb və bu yaradanın bizdən istədiyi nədir? Elə tam da Peyğəmbərlər bu sualın, yəni bu sualın cavabını elmdə, orada, burada, fizikada, kimyada, riyaziyyatda tapmaq mümkün deyildir. Mümkün deyildir. Bunun bizə cavabını ancaq Peyğəmbərlər verir və buna da bizim iman etməyimiz lazımdır. Buna da bizim iman etməyimiz lazımdır. Yəni, Peyğəmbərlər, dediyimiz 124 min və 224 min Peyğəmbərlər göndərilib, yer üzrü Peyğəmbərsiz olmayıb söylənilir. Yəni, insanoğlu yer üzərində azğınçılıq, fitnə, fəsad, yəni insan olduğu duyğusunu itirdiyi anda Peyğəmbərlər gəlir və Quran-ı Kərimin söylədiyi 25-28 Peyğəmbər olsun, 124 min, 224 min Peyğəmbər insana xatırladır ki, Allah-u Teala var, ahirət var, o dünya var və bu dünya, yəni əgər Peyğəmbərlər olmazsa, əgər din niməti olmazsa, insanoğlu bu dünyanı ən böyük qayə olaraq görür. Ən böyük qayə olaraq görür və bu dünyada istədiyini etməyə çalışır. Yəni, o deyirlər, qorx Allahdan qorxmayandan. Həqiqətən insanoğlunda Allah qorxusu olmadığı zaman və bu dünyada istədiyi fitnə fəsadı, istədiyi kimi yaşamağı, istədiyi kimi hərəkət etməyi edə bilər. Amma insanoğlunun hər zaman düşündürən sualların başında bu dünyaya niyə gəldiyi, nə üçün gəldiyi suallarıdır və bu sualların da cavabını bizə Həzrəti Peyğəmbər verir ki, bəli, və vəhiy niməti bizə verir. Yəni, bu vəhiylər də bildiyimiz kimi, möhtərəm qardaşlar, Allah-u Teala tərəfindən insanlar arasından seçilərək göndərilir, Peyğəmbərlər göndərilir, Peyğəmbərlər vəhiy niməti ilə şərəfləndirilir və o vəhiy nimətini də bizə açıqlayır Peyğəmbərlər və insan oğlunun və biz nə deyə bilərik? Həzrət Peyğəmbərin vəzifəsi nədir? Yuallimuhumul kitabə vəl hikmətə və yüzəkkikum. Allah Taala tərəfindən göndərilən kitabı Həzrət Peyğəmbər bizə açıqlayır, öyrədir. Və yuallimukumul hikmətə və sizə hikməti öyrədir. Yəni, hikmət üzərində durmaq istəyirəm, möhtərəm qardaşlar. Hikmət nə deməkdir? Hikmətə layiq olmaq lazımdır. Yəni, hikmət hər kəsə verilmir. Çünki Quran-ı Kərimdə nə buyurulur? فَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ اُتْيَ خَيْرًا كَسِيرًا. Kimə hikmət verilirsə, ona çox xeyir verilir.
Yəni çox çalışmaqla, çox nə bilim oxumaqla insana hikmət verilməz. Məsələn, Həzrət Peyğəmbərin çox oxuduğunu biz bilmirik. Amma nə oldu? 40 yaşına gəldiyi zaman nə buyurdu? Hubbibə iləyyəl xalau. Mənə yalnızlıq sevdirildi və o məşhur dediyimiz mağaraya çəkildi Həzrət Peyğəmbər və o vəhiy niməti ilə şərəfləndirildi və hikmət verildi Həzrət Peyğəmbərə. Gəlmişlərin və keçmişlərin bilgisi, elmi verildi və insanları qaranlıqdan işığa çıxartdı və insanlara imanını öyrətdi, insanlara bilmədiklərini öyrətdi. Təbii ki, burada ən önəmli nöqtələrdən biri də budur ki, möhtərəm qardaşlar, imanın məhəlli qəlbdir. İmanın məhəlli qəlbdir. Qəlb sözünü biraz açıqlamaq istəyirəm. Yəni, qəlb demək, yəni ərəb dilində bu vəhyin dilinin olması səbəbilə də ərəb dilində çox hikmətli bir dildir. Məsəl üçün, hidayət, dəlalət kəlmələri, qəlb kəlmələri, bunların semantikasına, yəni dərinliyinə getdiyimiz zaman çox dərin mənalar ifadə edir, möhtərəm qardaşlar. Məsələn, hidayət kəlməsi səhrada yolu tapmaq deməkdir. Səhrada yolu. Dəlalət kəlməsi isə səhrada yolu azmaq deməkdir. Yəni, əgər ərəb daləltu dediyi zaman, yəni səhrada yolumu itirdim deməkdir. Səhrada yolunu itirən adam da ölümünü gözləyir. Niyə? Çünki səhrada yolu itirmək, azmaq, çünki işarət yox, o yox, bu yox məsəl üçün. Səhra bir buradadır, bir oradadır, bir buradadır, bir oradadır. Yəni, səhra mədəniyyətində, səhra kimi yerlərdə yolçuluqlar gecə olunur. Yəni, işarələr, zatlar əmniyyətli deyil. Bir baxırsan təpə önündədir, sonra baxırsan arxandadır. O kimi yerlərdə insanlar gecə yolçuluğa çıxırlar və göydəki ulduzlara baxaraq, ilmun nucum, ona görə də elmin nucum ərəblərdə çox güclü inkişaf eləmişdir. Yəni, daləltü dediyin zamanda, indi Quranda bir çox və mən yudlil fələ hədiyələ və lə dalin dediyimiz Fatihədə bizi zəlalətə düşənlərdən etmə ya Rabbi deyə etdiyimiz duada, yəni, insanlar səhrada yolunu qeyb etdiyi zaman, itirdikləri zaman daləltü fis səhra deyirlər. Yəni, biz səhrada yolumuzu qeyb etdik və bu ölümlə nəticələn. Yolu tapmaq isə hidayət kəlməsi ilə olur. Yəni ki, o da bələdçi vasitəsilə yol tapılır. Yəni, məsələn, bizim Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sifətlərindən birisi də nədir? Hadi, hidayətə çatdıran deməkdir. Ona görə də, yəni, Quran-ı Kərim də bu terminologiya ilə bizə xitab edib bildirir ki, ey cəmaat, əgər siz Quranın gətirdiklərinə tabi olmazsanız, əgər Quranda olan hikmətə, Həzrət Peyğəmbərin gətirdiyi pak sünnəyə tabi olmazsanız, Qurana, yəni sünnə də nə deməkdir? Sünnə də Quranın açıqlama metodu deməkdir Həzrət Peyğəmbər tərəfindən. Yəni, Quranın canlı şəkildə təməssül eləməsidir insanlar nəzdində Həzrət Peyğəmbərin şəxsiyyətində. Əgər siz bunları etməzsəniz, o, necə ki, o səhrada ərəb yolunu kaşıb itirirsə, siz də yolunuzu, yəni Quranın göstərdiyi yoldan getməzsəniz, o səhrada məhv olan ərəb kimi siz də məhv olub gedərsiniz. Yəni, kəlmələri oradan alır Quran-ı Kərim, ona tamamilə mənəvi bir məna kəsb etdirir. Mənəvi bir məna yükləyir ki, yəni kim Quranın yolundadırsa hidayətdədir, kim də Quranın yolunda deyilsə zəlalətdədir. Ona görə də yəni bu hikmətdən nəsibi olmayan, yəni bu hikmətin yolundan getməyən, Quran-ı Kərimin yolundan getməzsənsə, o zaman o səhrada insan necə can verirsə, sən də mənəvi anlamda elə məhv olub gedəcəksən, deyilir. Qəlb kəlməsini açıqlamaq istəyirəm, möhtərəm qardaşlar. Qəlb kəlməsi nə deməkdir? Qaləbə demək bir şeyin dəyişməsi deməkdir. İnqilab kəlməsi də buradan gəlir. Yəni, inqilab olanda nə olur? Bir ölkədə şey dəyişir.
İnqilab, yəni dəyişkənlik. Həzrət Peyğəmbərin məşhur bir hədisi var. İnnə fil cəsədi mudğatan izə saluhat saluhal cəsədu kulləh və izə fəsədət fəsədəl cəsədu kulləh. Ələ və hiyəl qalbu və yuşir Rasulullah sallallahu aleyhi və səlləm sələsə mərratin ilə sadrihi. Diqqət edin, bədəndə bir ət parçası vardır. O salih olursa, o doğru olursa, bütün bədən doğru olur. O fasit olursa, o körlanırsa, bütün bədən də körlanır. Və o qəlbdir. O qəlbdir. Və Rasulullah sallallahu aleyhi və səlləm insanların içərisində 3 dəfə əli ilə Həzrət Peyğəmbər qəlbini göstərdi. Yəni neçə qramlıqsa buradakı bu ət parçası o qədər önəmlidir ki insanda. Yəni insanın əməl yönündən də insanların ortaya çıxması mömin, kafir, fasik, münafiq, nəzat hamısı buradan nəşət eləyir, ortaya çıxır. Yəni dinimiz də, yəni İslam dini də və ondan öncəki dinlər də elə olub. Yəni bir adam ağzı ilə söylədiyi şeyi qəbulləmir. O ancaq qəlblə təsdiqdən sonra onu qəbullayır. Qəlb də nə demişik? Qəlb sözün mənası dəyişkən deməkdir. Bir adamı bir istəyirsən, bir cür görsən, nifrət eləyirsən. Yəni qəlb bir anlamda insanın öz əlində olan bir şey olmadığında görülür. Amma iman o qəlbimizə yerləşməsi lazımdır, möhtərəm qardaşlar. Yəni ağzımızla deməyimiz olmur. Ona görə də Quran-ı Kərimin ən çox üzərində durduğu mövzulardan, hədislərdə mövzulardan biri də qəlbdir, qəlb. Qəlb. Yəni bu qəlbi kim ələ keçirirsə, o da ona sahib olmuş olur. Ona görə də qəlbimizə zikirlə, Quran-ı Kərimlə, Həzrət Peyğəmbərin sevgisi ilə, Həzrət Peyğəmbərin mübarək hədis şərifləri ilə aydınlatmaq lazımdır. Nurlandırmaq lazımdır. Səhər vaxtları çox önəmlidir bu mövzuda. Səhər zikirləri çox önəmlidir bu mövzuda. Yenə ondan bəhs eləmək istəyirəm ki, moizəmin başında da söyləmişdim. Yəni insan olmaq üçün əmək lazımdır. Yəni ona görə burada biz ibadət edirik. Ona görə burada bu dəqiqə nəyə gəlmişik? Mənəvi arınmağa gəlmişik, mənəvi paklaşmağa gəlmişik, insan olduğumuzu xatırlamağa gəlmişik, insanlığımızı daha da gücləndirməyə, daha da inkişaf elətdirməyə, yəni ibadətlə. Yəni insanda alimlər 2 qüvvədən bəhs edirlər. Bunlar hansı qüvvələrdir? Nəfis və ruhdan bəhs edirlər. Yəni və insanoğlu elə bir şeydir ki, yəni əmək verməzsə, yolunu düzgün seçməzsə, yoluna düzgün istiqamət verməzsə, bu dediyimiz ruh və nəfis arasında hər zaman o məşhur məsəl üçün tədbiratul ilahiyyə fi islahi məmləkətil insaniyyə deyə, yəni bizim Füzulidən tutmuş, yəni şeylər yazıblar, kitablar yazıblar ki, insan məmləkətinin islahı deyə və burada əsasən ruhla nəfis arasındakı gedən qəlbi ələ keçirmək sahəsindəki döyüşdən bəhs edirlər ki, insan oğlunda ruhu qəlbi ələ keçirmək üçün, yəni ürəyi ələ keçirmək üçün ruhla nəfis arasında mübarizə gedir. Bu mövzuda insanın iradəsi çox önəmlidir, möhtərəm qardaşlar. Yəni siz Allaha çox şükür, Allah qəbul etsin, ruhun istəyini tərcih eləyərək, yəni məsələn, ruhun qidası var, deyil mi? Məsəl üçün, necə ki, bu bədən dediyimiz, ətdən və sümükdən meydana gələn cismin özünün qidası var, məsəl üçün ki, acanda yemək verirsən və həyatıyyatı davam elətdirirsən. Yəni, insanoğlu eyni şəkildə də ruhu var və bu ruhun qidası da ibadətdir.
Ruhun qidası da mənəviyyatdır. Ona görə də ruh ibadət istəyər. Ruh bədənə hakim olmaq istəyər. Ruh bədənə hakim olanda nə olur? Yəni bu insan pis insan ola bilməz. Bu insan insanlara aldanan insan ola bilməz. Bu insan insanlara həsəd edən insan ola bilməz. Bu insan insanlara kibirli ola bilməz. Bu insan təvazu sahibi olar. Öz nəfsini firovundan daha üstün görər. Öz nəfsini aşağılayar. Ona görə də, yəni keyfiyyətli insan olmağın əsas meyarı insanın, yəni ruhunun qəlbinə hakim olmasından keçər, möhtərəm qardaşlar. Eyni zamanda nəfis dediyimiz, ərəytə mən ittəxəzəhu iləhəhu havahu, öz, yəni nəfsi arzularını, nəfsi istəklərini ilah halına gətirəni gördünmü? Yəni insanlar, yəni nəfslərinə də ibadət eləyər, möhtərəm qardaşlar. Yəni kimisi pula ibadət eləyər, kimisi şəhvətlərə ibadət eləyər. Yəni müxtəlif şəhvətlər var. Ona görə də bizim yəni kitabımızda, hədis-i şəriflərdə bu mövzularda, yəni qəlb mövzusunda, nəfis mövzusunda, ruh mövzusunda sayısız dərəcədə həm ayələr, həm hədislər var. Ki buna əməl eləmək də çətindir təbii ki. Çətindir, bir iradə məsələsidir, bir seçim məsələsidir, bir tərcih məsələsidir. Ona görə də yəni din bizə dünyadan necə istifadə etməyimiz lazım olduğunu bizə öyrədir. Yəni Həzrət Peyğəmbər və Quran-ı Kərim bizə insanın nəfsinin qulu deyil, Rəbbinin qulu olmasını öyrədir. Ona görə də nəfsi istəkləri, nəfsi dəvət elədiyi şeylərdən insanın qaçması lazımdır. Yəni nəfis də çox şey eləyər. Məsəl üçün, məşhur bir hədis var. Buxari hədisidir, nədir? Hucibətil cənnətu bil məkari və hucibətin nəri bil şəhəvat. Cənnət, nəfsin xoşuna gəlməyən şeyləri etməkdir. Yəni, nəfsin xoşuna gəlməyən. Yəni, nəfis nə deyir? Sədəqə vermə, verirsə. Nəfis nə deyir? Yetimə baxma, baxırsan. Nəfis nə deyir? Ata-anandan uzaq gəz, gedirsən. Qohumları ziyarət eləmə deyir. Qohum qardaşı ziyarət eləmə, eləyirsən. Yəni, nəfsə çox xoş gəlir. Nəfsə nə gəlir? Yəni, insan, o Peyğəmbərin bir hədisi var ki, bitanətən deyə hədis. Yəni, insan oğlunun hər zaman içindən iki dənə səs gəlir. Yəni, biz burada, ruhla nəfsi burada ayırırıq, məsəl üçün. Biri insanı yaxşıya dəvətləyir, biri isə pisliyə. Biri deyir, sədəqə ver, biri də deyir ki, yox, vermə. Pulun azdır, çörək alassan, onu yəsən, bunu yəsən, deyə insana nə qarır? İnsanı yönləndirir. Ona görə də, məsəl üçün, nəfsin, cənnət nəfsin arzulamadığı, yəni, şeylərlə çevrilidir. Yəni, nəfsin arzulamadığı şeylər, məsəl üçün, nəfis arzulayır əylənmək, gəzmək, nə bilim, namaz qılmamaq, oruç tutmamaq, sabah vaxtı hər kəs, məsəl üçün, yatanda sən durursan, dəstəmaz alırsan, namaz qılırsan, onu eləyirsən, bunu eləyirsən. Bu çətindir, təbii ki. Nəfis bunları nə istəyir? Arzulamır. Nəfis bu vaxtlarda yatmaq istəyir, dincəlmək istəyir, nəfis əylənmək istəyir, şəhvət istəyir, ora getmək istəyir, bura getmək istəyir, gəzmək istəyir, başıboşluq istəyir. Ona görə də çox önəmli bir hədisdir. Yəni, nəfsin xoşuna gəlməyən şeylərlə çevrilidir. Yəni, nəfsin xoşuna gəlməyən şeyləri etdiyimiz zaman cənnətə girəcəyik. Cəhənnəm isə nəfsin xoşuna gələn şeyləri etməklə, nəfsin xoşuna gələn şeyləri etməklə, cəhənnəm də nəfsin xoşuna gələn şeyləri edərək əldə olunur. Ona görə də, möhtərəm qardaşlar, yəni burada, məsəl üçün, bir hədislərdə dünyadan bəhs olunur. Yəni, insanoğlu dünyaya üz çevirməlidir. Yəni, dünya dediyi də, yəni, məşru dünya istəklərindən deyildir. Təbii ki, insanın məşru ailəsi olacaq, insanın məşru halalından qazanacaq, halalından yiyəcək.
Amma dünya qantaratun fa'buruha və la ta'muruha. Dünya bir çörpüdür. Onu keçməyə baxın. Onu mamur etməyə baxmayın. Yəni nə olur? O hədislərdə var ya, və la tec'al ekbera hammina dünyana. Ey Rəbbimiz, bizə ən böyük qayəmizin, ən böyük arzumuzu dünya eləmə. Yəni, dünya bir çörpüdür. Ahirətlə dünya arasında qurulmuş bir çörpüdür dünya. Siz onu keçməyə baxın. Mamur etməyə deyil. Ona görə də əzanın vaxtı mı gəlib? Əzan mı verir? Ona verin. آمين. اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة وبعث اللهم مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد. Bəli. ليس خيركم من ترك الدنيا للآخرة ولا للآخرة للدنيا ولكن خيركم من أخذ من هذا ومن هذا. Sizden hayırlınız dünyası için ahiretini tercih eden, ahireti için dünyasını tercih eden değildir.
həm bundan, həm ondan alandır. Ona görə də möhtərəm qardaşlar, yəni dünyadan və la tənsə nasibəkə minəd dünya, dünyadan nəsibimizi də unutmamaq lazımdır. Eyni zamanda axirət üçün də çalışmaq lazımdır. Təbii ki, yəni axirət üçün çalışarkən bunun ölçüsü nədir? Bunun ölçüsü təbii ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdir. Yəni Həzrəti Peyğəmbərin həyatına baxdığımız zaman, yəni Həzrəti Peyğəmbər azla yetinmişdir. Günlərcə, məsəl üçün, Həzrəti Peyğəmbərin evində buğda çörəyi yediyi hədis şəriflərdə bizə açıq-açıq anladılır, qeyd olunur, izah olunur ki, Həzrəti Peyğəmbərin dünyaya necə önəm vermişdir. Ələ innə dünya məl'unun mə fiyhə illə zikrullah və mə vələhu əv alimun əv mutaallimun. Dünya lənətlənmişdir deyə bir hədisdir. Ancaq burada Allahı zikr etmək xaric, alim olmaq xaric, ibadət etmək xaric, öyrənib öyrətmək xaric. Ona görə də yəni dünyaya gərəkəndən çox önəm verməmək lazımdır. Lə təttəxizud dayətə fətərğabu fid-dünya. Bir hədis şərifdə də buyurulur ki, dünyada gözəl evlər edinib, gözəl evlər tikib dünyaya meyl etməyin. Ölümü unutmamaq lazımdır. Bax, ölüm bu mövzuda çox önəmlidir. Yəni, əksiru zikrə hadimil ləzzət, ya'nil mövt. Ağız ləzzətlərini çox yox edən, ölümü çox xatırlayın. Ona görə də ölüm bizim üçün çox önəmlidir. Yəni, dinimiz ölümü xatırlamağın, ölümə hazırlanmağa çox önəm verir. Yəni, buna görə də İnsanlar heç bir zaman düşünməsinlər ki, yəni mən ancaq qoca olanda öləcəm, eləyəcəm. Ruhun tərbiyəsindən söz açdıq söhbətimizin başında. Yəni ruhun tərbiyəsi də, möhtərəm qardaşlar, alışqanlıqla meydana gətirilir. Yəni biz çox görmüşük ki, məsəl üçün 60-ında, yəni məsəl üçün hələkəl mutaannitun deyə bir hədis var. Yəni ertələyənlər həlak oldular. Ertələyənlər həlak oldular nədir? Məsəl üçün, adamlarla oturursan, söhbət deyirsən, namazdan, sabah namazından, oruçdan, ruhun qidasından. Amma o atalarımızın yaxşı bir misalı var ki, ağac yaş ikən əyilir. Ağac yaş ikən əyilir. Yəni, gəlmiş yaşa 50-yə, 60-a, insanlar artıq o zamandan sonra namaz qılmağı doğru söyləsən bilə artıq qıla bilmirlər, qılmırlar və nəticədə o dünyaya namazsız, niyatsız, dinsiz, imansız gedə bilirlər. Ona görə də, möhtərəm qardaşlar, yəni o başdan da söhbətimin başında da söylədiyim ruhun qidası, insanda iki qüvvədən hər zaman bəhs olunur. Yəni, insan deyirlər ki, alışqanlığın meydana gətirdiyi bir şeydir. Onu da söyləmişdim ki, insan olmaq üçün insanın əmək sərf eləməsi lazımdır. Yəni, insanın kəmalə çatması üçün əmək sərf eləmək lazımdır və bu əmək sərf eləmək üçün də vaxtında insanın bu namaza alışması lazımdır, oruca alışması lazımdır, zəkatı verməsi lazımdır. Yəni, gənçkən əl cibə getmirsə, qocalıqda heç cibə getməyəcək. Ona görə də bu ibadətləri həm tətbiq eləməyimiz lazımdır, həm də evlatlarımıza, nəsillərimizə öyrətmək lazımdır ki, bu sonra qeyri-mümkün hala gəlir. Qeyri-mümkün hala gəlir və insanlar bu ibadətlərdən nəsibi olmadan o dünyaya köçüb gedə bilirlər. Və ölən insanların hamısı da yaşlı deyildir, yəni. İnsana ölüm gənçkən də gələ bilər. Yəni, o hədisdə də buyurulduğu kimi, əksiru zikrə hadimil ləzzət, ya'nil mövt. Yenə bir məşhur bir hədis vardır ki, insanoğlunun bir çox arzuları var. Nə deyir? Böyüyərəm, evlənərəm, ev tikərəm, cip alaram, nə bilim, təyyarə alaram, onu alaram, bunu alaram deyir. Amma bu arzuları bir hədəfləri qoyur, bunu həyata keçirdir, onu həyata keçirir, onu həyata keçirir. Amma ölüm mələyi də ansızın gəlir, yaxalayır. Yəni, insanoğlu ilə bir şeydir ki,
Mənhuməni lə yəşba'ani buyururlar. Yəni, iki kimsə doymaz. Talib-i ilmin və talibi dünya. Dünyanı tələb eləyən və elm tələbəsi doymaz. Elm tələbəsinin doymaması yaxşı bir şeydir. Amma dünyaya doymayan insanı da bu pisdir. Çünki insan yəni bir şeyi ələ keçirir, o birini ələ keçməyə. Çünki belə bir hədis də vardır ki, insan oğlunun bir vadi dolusu qızıllı olsa, ikincisini istəyər. Və la yemlau fahu illə turab və yetubullahu alə men tab. İnsan oğlunun bir vadi dolusu qızılı olsa, ikincisini istəyər. İkincisi olsa üçüncünü istəyər. Üçüncüsü olsa dördüncü və bu bitməz. Və bu xəstəliyə yaxalanan adam, bu xəstəliyə tutulan adam, adamın tədavisi yoxdur yəni. Və yenə bir hədisdə buyurulur ki, kimin qayəsi dünya olursa, Allah-u Teala ona fəqirliyi yazar. Fəqirliyi yazar nə anlamda? Yəni bu adam 10 dənə şirkət ələ keçirsə yenə fəqirdir. Fəqirlik pullamallı olmur, fəqirlik qəhddə olur. Amma digəri isə dünyaya üz çevirən isə Allah-u Teala dünyanın zənginliyini qəlbinə qoyar onu. Yəni dünyaya üz çevirsə belə dünya onun arxasından gələr. Digərində isə adam Allah-u Teala ona mənəvi bir xəstəlik müsəllət eləyir. Doymamaq xəstəliyi. Mənəvi ac olur. Birini ələ keçirdi, ikincisini ələ keçirməyə çalışır. Üçüncüsünü ələ keçirməyə çalışır və arzusu bitməz və hər zamanda özünün fəqir olduğunu düşünür. Və hədisdə buyurulur ki, o nə qədər ona hərislik etsə də, ona qədərində təqdir olunanı gəlir. Ona görə də möhtərəm qardaşlar, yəni bu mövzuda bunlara biz mənəvi xəstəliklər deyirik. Hər insan özünü çox yaxşı bilir. Yəni hər insanın özünün şeytanı var. O məşhur hədisdə buyurulur ki, Peyğəmbərimizə, ya Rasulallah, sizin də mi şeytanınız var buyurulur? Bəli, mənim də şeytanım var, amma Rəbbim mənə yardım etdi, o müsəlman oldu. Səhərdən bəri söyləməyə çalışdığım da bu idi ki, yəni hər birimizin şeytanı var. Şeytanı dediyimiz nəfisdir. Yəni o qəlbə əsarətə almağa çalışan şeytan, nəfis dediyimiz budur ki, o qəlbə ələ keçirməyə çalışır. O qəlbə ələ keçirdiyi zaman insan kontrolu, insan müvazinəti itirir. İnsan digər insanlara hücum eləməyə başlayır. İnsan digər insanları kiçik görməyə başlayır. Təkəbbürlü olmağa çalışır. Varsa yoxsa mənəm deyir. Yəni o şeytanın məşhur qovulmasının səbəbi də nə olur? Adəm əleyhissalama səcdə etməməsi olur. Xaləqtəni min nərin və xaləqtəhu min tin. Mənim məhsulum daha keyfiyyətlidir. Mən oddan, atəşdən yaradılmışam, o isə torpaqdan yaradılıb. Oddan yaradılan, məhsulu oddan olan, materialı oddan olan necə də torpaqdan, palçıqdan yaradılan səcdə eləyib, ilk üsyanı şeytan elədir. Yəni, məsəl, şeytan simvolunu da çox gözəl anlamaq lazımdır. Yəni, ilk qovulan, yəni üsyankar olan şeytan oldu. Şeytanın da əsas səbəbi nə idi? Kibirindən. Yəni, sən məni oddan yaratmışsan. Ona görə də, yəni oddan yaransan belə Allah-u Teala orada imtihan üçün şeytanın insana səcdə etməsini buyurdu. Amma şeytan buna şeyləmədi. Ona görə də möhtərəm qardaşlar, hər birimiz öz şeytanımızı müsəlman etməyə çalışmalıyıq. Yəni şeytana verməmək lazımdır, məhəl verməmək lazımdır. Müsəlman müsəlmanın qardaşıdır. Əl-muslimu mən səliməl-muslimunə min lisanihi və yedihi. Yəni, əgər insan öz üzərində işlədiyi zaman o cevhəri, o keyfiyyəti üzə çıxaracaq və müsəlman digər müsəlmanların da əlindən, dilindən zərər gəlməyən bir şeydir. Yəni, dünənki hadisələrdə özünüz gördünüz, yəni olan hadisələrdə. Amma bu qınanılacaq hadisələrdir. Müsəlman müsəlmana silah çəkməz, müsəlman müsəlmanı başqasına təslim etməz, müsəlman müsəlmana arxa çevirməz, müsəlman müsəlmanın başına gələn şeylərə qarşı
sevinməz. Ona görə də hər kəs oturub, yəni Həzrət Peyğəmbərin bir gözəl də hədisi var ki, وَلْيَسَعْكَ بَيْتُكْ وَبْكِ عَلَى خَطِيَتِكَ Evin sənə geniş gəlsin, hər kəs özünü hesaba çəksin və günahlarına oturub ağlasın. Hasibu qablən tuhasəbu. Yəni ölmədən öncə özümüzü hesaba çəkmək lazımdır. Ona görə də Allah-u Teala inşallah cümə günü etdiyimiz, edəcəyimiz ibadətləri qəbul eləsin. Və selamun aləl mürsəlin. Allahümme teqabbel minna inneke ente semiul alim ve tub aleyna ya Mevlana inneke ente tevvabur rahim ve ehdina ve vaffikna ila'l haqq ve ila tariqin mustaqim. Rabbena atina fid dunya hasene ve fil ahireti hasene ve qina azaben nar. Rabbena ighfir lana ve li valideynina ve lil mu'minina yevme yaqumul hisab. Subbuhun kuddusun Rabbuna ve Rabbul melâiketi ve ruh. Bismillahillezî la yadurru ma'a ismihi şey'un fil ardı ve la fis semâ ve huves semî'ul alîm. Ve selamun alel murselin velhamdülillahi rabbil âlemin. El Fatiha.